Məşdağa mal bazarı hər həftənin bazar günü fəaliyyətdədir. 6-cı gün gecədən başlayır, bazar günü saat 2-yə qədər. Məşdağa mal bazarı gözəl bazardır. İri buynuzlu, xırda buynuzlu heyvanlar olur. Bax, furalar görürsünüz də, tırlar gəlib dayanıb. Bazarda demək olar ki, mal azdır, alıcılıq çoxdur. Yəni bazara mən baxıram, erkək quzu, dişi quzu, yəni toğlu erkəklər 9 manatdan konkret tut kimi dənləyirlər. Bax, bura görürsünüz qoyun bazarıdır. O bir tərəfdə maldır, iri buynuzlu mallar. Bakıda Məşdağda açılıb bax bu bazar. Alıcılıq qüvvəti qəşək. Görürsünüz, sağ-sol keçilər də var, qoyunlar da var. Bazar olsun. Keçilər neçə deyirsiniz? Məsələn 220 manatdan başlayır keçilər. Boğazdır, balalıdır, subaydır ha. Allah bazar versin. Bax, qoyunlardır, quzulardır, görürsünüz də. Bunlar Gürcüstandan gəlmə gözəl izləyicilərimiz. Görürsünüz, hamısı bilkalıdır. Hamısı da buynuzlu qoçlardır. Görürsünüz, tərəzini qoyub ora 9 manatdan şəpp-şəpp tut kimi dənləyirlər. Hamısı Gürcüstandan gəlmə erkək toğlulardır. Yəni yem yemiş toğlulardır. Hamının da böyründə tərəzisi var. Yəni burada nə alan allanmır, nə satan allanmır. İndi o qoyundur, quzudur, ayaqüstü məsələn 450 manat, 500 manat qoyunlu quzulu var. Qoyundu yanında balası 500 manata, 600 manata hər qiymətə var. Amma erkək toğullar, görürsünüz, hər ağlı başında özünün tərəzisi var. Qoy tərəziyə 9 manat. Verdin, aldın, götürdün, yetdin. Hamısı ağılda, bax, erkək toğullardır. 9 manatdan. Bazar olsun qaqa. Bax, belə alıver, super gedir. Maşının dalın verirlər ağla, qoyurlar tərəziyə. Tərəzilərdə böyürlərində. Baxın. Qoyurlar tərəziyə 9 manat. 9 manat 50 köpük. Baxır indi o heyvana. Alırlar, aparırlar. Bakıda, Məşdağada yerləşir bazar. 6-cı gün gecədən başlayır. Bazar günü saat 2-yə qədər. Bax, burada bazar davam edir. Alıb aparırlar. Alıcı qüvvəsi qəşək. Bunlar da xaricdən gəlmədi. Hamısının bir kası var. Bu balada belə quzular da var. O belə balaca quzular var, 190 manat. Erkək. 190 manat. Hər həftənin 6-cı günü axşam gətirib bax belə doldurursan malını ağla, gedib evində rahat yatırsan, bazar günü saat 6-da durub gəlirsən, başlayırsan satışa. Bazar günü, hər həftənin bazar günü bazar fəaliyyətdədir. Saat günorta saat 2-yə qədər. Bura xırda buynuzlu, yəni quzudur, qoyundur. O birisi çardaqda erkək mallar.
dişi mallardır, inekdir, buzoydur, her şey vardı yani. Orada iri buynuzludur, orada da çəkilişimiz olacaq. Bazarda Məştağada yerləşir. Məştağa mal bazarı yazırsınız, konumdan gəlirsiniz. Görürsünüz, hər tərəfdə erkək, dişi, keçi. Alıcı qüvvəsi də superdir. Bax, görürsünüz. Bax, şappa-şap baxır, alır, tərəziyə qoyur, deyir ha, rahat. Vurur, tərəziyə götürür, aparır. Çöldəkilər bax, seçib vurubdular. Həqiqətən burada alıcı çox superdir. Qoyur, tərəziyə 9 manatdan döşüyür. Palazqulaq qoyunlardır, damaldır. Amma bu neçəyədir? Billəmək qoyunla balandır. 500 manat. 500 manatdır bax. Palazqulaq qoyundur. Deyə çəkmişəm bə. Bilirəm, çəkmişəm. Və burada qoyun bazarı yekunlaşır, kesirik o tərəfə bir malları çəkməyə. Kesirik o tərəfə iri malları. Hamının da böyründə tərəzisi var. Nə satan allanmır, nə alan allanmır. İndi isə gözəl izləyicilərim, keçək. İri malları çəkək. Baxıb hər birimizdən xahiş edirəm. Takip atın, like verin. Yəni mallarınızın algı-satqısına deyə bilərsiniz. Bütün bazarlara dəvət eləyə bilərsiniz. Yəni bura dəvət edibdilər, gəlmişik. Bakıda yerləşir, Məştağa mal bazarı. Gözəl izləyicilərimiz, indi isə bax gedirik. İri buynuzlu malları çəkməyə. İnək var. Orada gedən danalar var. Ətlik danalar var. Görürsünüz də. Neçəyədir bu? 1350 manat. Bazar olsun. Burada erkək danalar var. Kök. Orada gedən danalar var. Ulan neçədən? 1050 manatdan. Cüt 1050 manatdan biri. Dişidir. Bazar olsun həmin. Sizin bu danalar var. Kırdalar sizindir. Neçəyə istiyorlar? Gördüğüm bir yerde 3900. Gördüm bir yerde 3900 manata. 3900 manata. ...1300'e bunları 1250 oldu. 1500'e o erkekti. Orada var 1000 manat, var 1000 manat, sonra. Allah razı olsun. Orada gedən düyələrdir də, kişi düyələr, bir dənəsi erkək. Simentallar da birinci, ikinci qarına boğa simentallar. Dişi düyələrdir, kök düyələrdir. Məştağa mal bazarı yazırsınız.
Promo idarəsiz ünvanı. Orada görürsünüz o qıraqdakı tikili. Orada yəni böyük fermadır, yəni boşdur. Gözləmədə elə bil malınızı gətirib fılarsınız, məsələn, uzaq yolunuz uzaq olar, satanmazsınız, vurursunuz olar, bir həftədən sonra yenə gəlib bazarda satışını edərsiniz. Hər qiymətə də mal var. Və bunlar yemdən çıxmış kişi düyələrdir. Sizin yem oldular. Neçəyə deyirsiniz? Bazar olsun. 17 ilə 1700 manatdan deyilir. Bazar olsun ama. Simentallar da hamısı bayaq göstərdiyim simentallardır. Yəni boğaz, birinci, ikinci qarına boğaz simentallar. Onlar köhnələrdir. Köhnələr. Bax, Callabadın Adınalı kəndindən gəlib bu mallar. O kişi düyə satıldı. Həm neçə aldıq, xeyirli olsun, kömək elə. Alarsan, inşallah alarsan. Alıcılıq qəşəkdir, malı tut kimidən deyirlər. 2300 manata deyir. Köhnə var. 2500 manata deyilir boğazdır. Teşekkür ederim. Gözəl deyildir abimdə. Bərdədən gəlib bu düyələr. 25'e deyir. Qardaşımız Bərdəlidir, Bərdədən də gətirib. Rayonlardan gəlir də mal, bütün rayonlardan. 2500'e deyir. Ətlik mal burada yaxşı işləyir, nə bilirsiniz. O tərəfdə inəklərdir. Keçək oranla çəkək. Bakıda hər həftənin bazar günü Məşdağa mal bazarı yazıb, buyurub gələ bilərsiniz. Bax, inəkdir, ünlüsüz sort. Belə balası da özünü oxşuyur. Süd deyvandır. Balası da burada erkəkdir. Sort heyvanı var. İkinci balasıdır. 22 litrdə süd verir. Akşam səhər. Buynuzsuz sortdur da bunlar südlü olur. Südlü. Çoğuluq çəkmiş maldır. Bak bu da inəyin balasıdır 100%. Qəşət deyəsən. 2 qarın doğubdur, 2300 manata deyir. Neçə litrdə süd verirəm oğlum? 8 litrdə süd verir. Balası da bu. Ve 20 litre süt verir. Sağlam inəklərdir. Yığıqlar boysa. Bu da yağmış şəhəridir. Bu da süddən yanıq danadır. Boyda da. Gözəl izləyicilərim,
Bugün olan çəkilişimiz elə burada yekunlaşır. Bakıda Məşdağa mal bazarıdır. Yeni açılıbdır. Yəni ətlik var, südlük var, xırda buynuzlu var. Qiymətləri də münasibdir. Alıcı qüvvəsi qəşəkdir. Elə hara baxsan şap satırlar. Hər həftənin də 6-cı güncəyə gətirib malınızı yığa bilərsiniz. Bazar günü də baxır, başlayır alıcılıq, satıcılıq. Günorta saat 2-yə qədər də bazar davam edir. Allah mal alana da, mal satana da çox xeyir versin. Çəkilişimiz elə inşallah yekunlaşdırır. Kanalımıza abunə olun, takip edin ki bazarlardan xəbəriniz olsun.